Heydər Əliyev qrup. Rəsulzadə yox ha. Heydər Əliyev. Deputat onda qeyd eləyir ki, siz nə qədər savadlı olursunuzsa olun, əgər siz Heydər Əliyevçi deyilsinizsə, deməli siz vətən xainisiniz. Deməli siz bu dövləti, bu hökuməti sevmirsiniz. Təsəvvür edirsiniz, deputat Bəhruz Məhərrəmov deyir ki, sizin savadınız heç kimə lazım deyil. Əgər siz Heydər Əliyevçi deyilsinizsə, deməli vətən xainisiniz. Bax, beləcə Milli Məclisdə o zillət vəkilləri oturub bu xalqı təhqir eləyir. Hökumət orqanlarından xahişimiz odur ki, kadr seçimində, o cümlədən yüksəliş kimi müsabiqələrdə savad, dünya görüş kimi amillərlə yanaşı Heydər Əliyev ideologiyasına bağlılıq mütləq mənada qiymətləndirilsin. Bu dövləti Heydər Əliyev qurub, Cənab İlham Əliyev bugünkü qüdrətinə çatdırıb, Heydər Əliyevçi olmayan adam nə qədər savadlı uğurlu olsun, bu dövləti sevə xalqı üçün faydalı ola bilməz. Bu bizim dövlətçiliyin təməl konsepsiyasıdır. Dövlət qanuni tədbirlərini görür və görəcək. Bu məsələlərdə, o cümlədən bütövlükdə cinayətkarlıqla mübarizə, ictimai qayda, ictimai təhlükəsizliyin qorunmasında prinsipal mövqeyinə görə mən Daxili İşlər Nazirliyinə təşəkkür edirəm. Bu dövləti Heydər Əliyev qurub, Cənab İlham Əliyev bugünkü qüdrətinə çatdırıb, Heydər Əliyevçi olmayan adam nə qədər savadlı uğurlu olsun, bu dövləti sevə xalqı üçün faydalı